Üstü hissəci maqnit sahəsinin hərəkəti. Biz baxacaq bir cism maqnit sahəsinə, bax belə maqnit sahəsidir. Bax, qüvvə xəttləri bir-birinə paralel olandır. Bax belə maqnit sahəsində bir induksiya vektorunu göstərib belə. Bax, bir cism maqnit sahəsindədir. Birinci, üstü hissəcik B induksiya vektoruna paralel daxil olsun, ya belə daxil olsun məsələn. Bax, belədir, ya bunun əksinə daxil olsun. Ola bilər mənfi daxil olsun. Aydındır. Mənfi belə daxil olsun, dəxli yoxdur. Bu hallarda üstü hissəcik qüvvə təsirləmir. Lorentz qüvvəsi təsirləmir, üstəcin hərəkəti düz xətli, bərabər sürətlidir. Əgər x ox istiqamətində getsə, v-in t-dən asılıq, v-x-in t-dən asılıq belə olacaqdır, x-in əksinə getsə belə olacaq. Burada ox istiqamətindədir, burada mənfi ox istiqamətində olacaq. X-də qrafiklərini daha çox yerdəşmə quraq. Yerdəşmə qrafiklərini qursaq belə olacaq. X bərabər sürətli, mənfi x, mənfi x nədir? Bərabər sürətli. Bu da olacaq müsbət x bərabər nədir? Sürətli hərəkət. Görürsünüz. Burada hərəkət ancaq bərabər sürətli olacaqdır. Bərabər təcili söhbəti yoxdur. Sürətin modulu sabit qalır. Oldu. Deməli, bu halda istiqamət də dəyişmir. İkinci. Bir cism maqnit sahəsidir. Yüklü hissəcik bu maqnit sahəsinə perpendikulyar daxil olur. Yüklü hissəcik perpendikulyar daxil olsa belə işləyəcək. Baxın, buradan gəlir, daxil olur. Maqnit sahəsi bunu götürür, çevrə boyunca fırladır. Lorentz qüvvəsi çevrənin mərkəzinə yönəlir və hissəcik çevrə boyunca fırladır. R radiusu çevrə boyunca fırladır. Deməli, yüklü hissəcik B induksiya vektoruna perpendikulyar daxil olsa, çevrə boyunca bərabər sürətlə hərəkət edəcək. Sürətin modulu sabit qalacaqdır. Sürətin modulu nədir? Sabit qalacaq. İmpulsun modulu nə olacaq? Sabit qalacaq. Amma istiqaməti hər an dəyişəcəkdir. Üçüncü, üstü hissəcik B induksiya vektoruna bucaq altında daxil olsa, başlayacaq spiral boyunca bərabər sürətli hərəkət edəcək. Yenə də sürətin modulu nə olacaqdır? Sabit qalacaqdır. Bəlkə yükü olmasa, nə cür daxil olsa, daxil olduğu istiqamətdə düz gedəcək. Çünki maqnit sahəsi yükü olmayan hissəciyə, məsələn, neytron olsun. Təsir edəcək. Neytron belə gəlib gedəcək. Və yaxud belə daxil olsa, belə gedəcəkdir. Burada belə daxil olsa, belə gedəcək. Neytrona maqnit sahəsi təsir eləməyəcəkdir. Nə cür daxil olsa, belə daxil olsa, məsələn, neytron belə perpendikulyar daxil olsa düz gedəcək. Hansı istiqamətdə daxil olsun, hərəkəti düz xətli, bərabər sürətli olacaq. Bir şey yadda saxlanma, bu hərəkətlərin hamısında sürətin modulu dəyişmir. Sürətin modulu dəyişmədiyinə görə hissəciyin kinetik enerjisi də sabitdir, impulsu da sabitdir. Bax, kinetik enerji də sabit dəyişmir. Oldu? Bu oldu yüklü hissəciyin bir cism maqnit sahəsində hərəkəti. Yüklü hissəciyin bir cism maqnit sahəsində hərəkəti. Deməli, perpendikulyar daxil olsa çevrə boyunca bərabər sürətlə hərəkət edir. Bucaq altında daxil olsa spiral boyunca bərabər sürətlə hərəkət edir. B induksiya vektoru istiqamətində daxil olsa, düz xətli, bərabər sürətli hərəkət edər. Yüklü hissəcik maqnit sahəsinə perpendikulyar daxil olsa, ona təsir edən Lorentz qüvvəsi Q, V, B. Mərkəzə qaçma qüvvəsi rol oynayır və hissəciyə A bərabərdir F Lorentz bölünsün M, Newton ikinci qanuna görə. O da olacaqdır, bərabər olacaq Q, V, B bölünsün M təcili verir. Çünki hissəcinin təcili kütləsi ilə tərsdir, sürətlə düzdür, maqnit vektoru ilə düzdür. Oldu. Deməli, maqnit sahəsində üstü hissəcinin təcilinin ifadəsini aldıq. Üstü hissəcik, belə bir maqnit sahəsi götürək, belə maqnit sahəsinə perpendikulyar daxil olsun. Burada Lorentz qüvvəsi nə olacaqdır? Mərkəzə qaçma qüvvəsi rolu oynayacaq və hissəcik çevrə boyunca fırladacaq. Belə bax, hissəcik belə daxil olsa V sürəti başlayacaq. Burada belə çevrə boyunca hərəkət edəcək. Çevrə boyunca bərabər sürətlə hərəkət edəcək. Nə oldu? Çevrə boyunca bərabər sürətlə hərəkət edəcək. Çevrənin mərkəzi düşəcək bura bax. Baxın, çevrənin mərkəzi o nöqtəsindən düşür. Lorentz qüvvəsi istiqamətini belə mənim edəcək. Baxın, bir. 4 barmağımız V istiqamətində, baş barmağımız çevrənin, hissəciyin fırlanda çevrənin mərkəzini göstərdi. Yəni, Lorentz qüvvəsi həmişə bu tərəfə bax, mərkəzə yönələcək. Bütün trayektoriya boyu Lorentz qüvvəsi çevrənin mərkəzinə yönəlir. F Lorentz çevrənin mərkəzinə yönəlir. Amma sürət nə olur? Çevrəyə
Sürət vektoru çevrəyə nə olur? Toxunan istiqamətdədir. Sürət vektoru çevrəyə toxunan istiqamətdədir. Oldu? Burada Lorentz qüvvəsi mərkəzə qaçma qüvvəsi rolu oynadığına görə yazırıq. F Lorentz bərabərdir F mərkəzə qaçma. Lorenzin yerinə yazırıq QVB. Hissəciş perpendikular daxil olma görə sinus 1-ə bərabərdir. F mərkəzə qaçma MV kvadratı bölünsün R'dir. Bu V ilə bu Vx fərq edir. Alır R bərabərdir MV bölünsün QB. Görürsünüz. Hissəcin, cızdıq bu çevrənin radiusu. Hissəcin maqnit hissəsində cızdıq çevrənin radiusu hissəcin sürəti ilə düzdür və maqnit hissəsinin indüksiya vektoru ilə tərsdir. Burada bir dənə də asırlıqlar, baxın bir. Q hissəcin yüküdür. Q hissəcin yüküdür. M hissəcin kütləsidir. Deməli, Q bölünsü M hissəcin xüsusi yüküdür. Belə demişdik də. M-i buradan gətirib məxrəcdə yazsaq belə olacaq. R bərabərdir. V bölünsün, Q bölünsün M, B. Görürsünüz. Bu oldu. Radius hissəcin xüsusi yükünə tərs asılıdır. Belə bir düsturdalma olar. MV-nin yerinə impulsu yazsaq, belə olacaq belə var. R bərabərdir. P bölünsün QB. Deməli, hissəcin cızdıq radius hissəcin malik olduğu impulsdan düz mütənasibdir. Və yaxud P-nin yerinə baxın, kök altında 2W kinetik vurulsun M yazsaq, onda belə olacaq. R bərabərdir, kök altında 2M vurulsun W kinetik bölünsün QB. Aydın oldu, belə bir şey olacaq. R radiusu yenə hissəcin kinetik enerjisindən kök altı asılıdır. 3 əsas düstur aldıq. Birinci düsturumuz R bərabərdir MV bölünsün QB. R bərabərdir P bölünsün QB. R bərabərdir kök altı ilə yazdığımız bu düstur. Bu 3 asıllıq hissəcin radiusunun ifadələrdir. Deməli, hissəcin radiusu kinetik enerjiden asıldır, sürətdən asıldır, impulsdan düz asıldır. Hissəcin impulsunu soruşsalar, bu düsturdan impuls tapa bilərik. Belə olacaq. R bərabərdir P bölünsün QB olduğuna görə P'nin ifadəsi olacaq QVB. İmpulsun düsturu QVB-dir. Hissəcin impulsu onun sürəti ilə, maqnit vektoruna və hissəcin yükündən asılı olan bir kəmiyyət oldu. Bu qədər. Maqnit indüksiya vektoruna perpendikular istiqamətdə daxil olan yüklü hissəciş, bu da müsbət hissəciş çevrə boyunca bərabər sürətli hərəkət edir. Hissəcin çevrə boyunca hərəkət periyodunu, dövrətmə periyodunun ifadəsini tapmaq istəyirəm. Onun üçün belə yazıram. Deməli, V bərabərdir çevrə boyunca hərəkət üçün düstur, belə var idi, sürət düsturu, xətti sürət düsturu 2P bölünsün T. R balacaqsıdır, 2P bölünsün T. Buradan T bərabərdir 2P R bölünsün V. Görürsünüz. R'in bu ifadəsini 2P MV bölünsün QB ifadəsini gətirib yerinə yazsaq. Məxrəcdəki V sürəti ilə, bu ifadədəki V sürəti ixtisar gedər. Alarıq 2P M bölünsün QB. Görürsünüz. Hissəcin periyodu maqnit vektoru ilə tərsdir və bir də hissəcikdən asılıdır. Periyod yalnız hissəcikdən və maqnit vektorundan asılıdır. Baxın, bu Q hissəcindir, M hissəcindir. Oldu. Yalnız B-dən asılı oldu. Hissəcikdən başqa B-dən də asılı oldu. Ona görə belə deyə bilərik. Hissəcin dövrətmə periyodu T dövrətmə periyodu asılı deyil. Baxın, burada bu düstura sürət daxil deyil. İmpuls daxil deyil. Kinetik enerji daxil deyil. Radius daxil deyil. Deməli, hissəcin dövrətmə periyodu bunların heç birindən asılı deyil. Eyni qayda ilə periyodun ifadəsini bildiyimizə görə biz tezliyin ifadəsini ala bilərik. Tezliyin ifadəsi bir olacaq. Tezliyin ifadəsi bir olacaqdır. Nü bərabərdir 1 bölünsün T. Dövrətmə tezliyinin ifadəsi. T'nin tərsi. Yəni QB bölünsün 2PM. Görürsünüz. Eyni ilə burada da nü tezliyi, dövrətmə tezliyi bu kəmiyyətlərdən asılı deyil. Bəzən hissəcin omega bucaq sürətinin ifadəsini alırlar. Omega bərabər 2pi nüyə. Omega bərabərdir 2pi nüyə. 2pi nüyə vursaq bu, nünü 2piyə vursaq bu 2pi ilə bu 2pi qısar gedə qalacaq belə bax. QB bölünsün M. Bu hissəcin dövrətmə nədir? Hissəcin bucaq sürətinin ifadəsidir. Hissəcin bucaq sürəti də ancaq B-dən asılıdır, düz asılıdır, bir də xüsusi 3-dən asılıdır və bucaq sürəti buradakı kəmiyyətlərin heç birindən asılı deyil.
Biz bir şey tapdıq əsas var. İstəyəcəyin döyüşmə periodu onun sürətindən asılı deyil. Bundan istifadə edirlər. Siklotronlarda və istəyəcəyin sürətini artırırlar. Yəni periodun, tezliyin sürətdən asılı olmaması bu texnikada buna əsasında cihazlar hazırlamağa imkan verir. Məsələn, burada görürsünüz, period kütlə ilə düz mütənasibdir. Bundan istifadə edirlər və sürətdən asılı deyil. Bundan istifadə edirlər, kütlə nə deyir? Siklotron düzəldirlər. Siklotron nədir? Yüklü hissəcikləri sürətləndirən cihazdır. Hissəcik maqnit sahəsinə belə daxil olur, sürətləndirirlər. Maqnit və elektrik sahələrində sürətləndirir hissəcik, sürəti işıq sürətinə yaxınlaşdırırlar. Böyük sürət. Ondan sonra təcrübələrdə ondan istifadə edirlər.